Bugün axırı ki gəldik, çıxdıq lokal şəbəkəyə. Bizim sonuncu dərsimizdir lokal şəbəkə. Çox sevinirəm. Kompüter şəbəkələrindən başlayırıq. Deməli, kompüter ümumiyyətlə şəbəkə nədir? Öz aralarında müəyyən qayda ilə birləşmiş kompüterlərə biz deyirik ki, şəbəkə toplusu. Yəni bu olur kompüter şəbəkəsi. Öz aralarında müəyyən qayda ilə birləşmiş, deməli, nədir? Kompüterlərdir. Ümumiyyətlə şəbəkə ən sadə, rahat dildə desək, ən sadə dildə desək, iki dənə bir dəqiqə. İki sadə, baxın. Ən az iki kompüterin şəbəkə dediyimiz zaman ən azı iki kompüterin birləşməsidir. İki kompüterin qrupu ola bilər, kompüterlər fərq yoxdur da, iki qrupun da birləşməsi şəbəkə adlanır. Birləşməsidir. Ümumiyyətlə şəbəkələr aralarındakı məsafəyə görə bölünürlər. Lokal, regional və qlobal. Bax, bugün biz keçəcəyik sizlə lokal şəbəkəni. Deməli, nəyə görə bölünür? Aralarındakı məsafəyə görə. Bizim sizlə keçdiklərimiz. Aralarındakı məsafəyə görə bölünürlər. Hansıydı? Lokal. Adı nədir? LAN. Sonra qlobal. Biz qlobalı keçmişik. Qlobalı keçdik artıq sizlə. Qlobalda nə keçdik uşaqlar? IP ünvanı öyrəndik. Məsələn, bizə düşənlərdən MAC ünvanı öyrəndik. FTP protokolunu öyrəndik. HTTP öyrəndik. Maillərdə istifadə keçdik. Sonra nə öyrəndik sizlə? DNS ünvanlarını öyrəndik. Təxmini. Sonra IP və TCP haqqında danışdıq sizlə orada. Ümumi protokollardan danışdıq. IP və MAC ünvanından danışdıq. Bir də ki, Gmail falan da bunlardan danışdıq yaradılmasını. Ən sonda qaldı regional. Əslində, lokal, regional qlobal olmalıdır. Regional da adlanır LAN. Uşaqlar, iki dənə kompüter birləşirsə, baxın, iki dənə kompüter birləşirsə, bu adlanır lokal şəbəkə. Lokal. İki dənə lokal şəbəkə birləşir, adlanır regional şəbəkə. İki regional da birləşəndə biz alırıq qlobal. Qlobal şəbəkə ən böyük şəbəkədir. Ən böyük şəbəkəmiz hansıdır? İnternet. Elə qlobal şəbəkəyə də sadə dildə desək, internet deyə bilərik. Sonra bölünürlər, ötürülmə mühitinə görə bölünmələri var. Ötürülmə mühitinə görə. Ötürmə mühitinə görə olur simli və simsiz. Simli dediyimiz zaman, məsələn, kabellər, simsiz. Simli deyəndə kabellər nəzərdə tuturam. Simsiz deyəndə nə ilə ötürə bilirsiniz? Wi-Fi var. Sonra Li-Fi var. 3G var, 4G var. Bunu biz qlobal şəbəkədə keçmişdik əslində. Sonra üçüncü şəbəkə kompüterinin roluna görə şəbəkə kompüterinin roluna görə var. Roluna görə. Bunda da olur klient server var. Birinci klient server. Biz bunun haqqında danışacağıq sizinlə. Server. İkincisi də var ki, bir ranglı. Bundan heç danışmırıq sizin haqqında. Sizdən danışmırıq. Və ən sonda qaldı ötürülmə sürətinə görə. Deməli, ötürülmə dördüncü hansı oldu? Ötürülmə sürətinə görə. Sürətinə görə var. Bu bizə düşür qardaşım. Sizdən aşağı sürətli var. Aşağı sürət. Orta sürət. Bir də ki, yüksək sürətli var. Aşağı sürətli 10 megabit bölünsün saniyədir. Orta sürətli 100 megabit bölünsün saniyədir. Yüksək sürətli də 100 megabit bölünsün saniyədən daha yüksək olanlardır. Yüksək. Bu arada bu megabit bölünsün saniyədir. İndi biz sizinlə burada öyrənirik lokal şəbəkəni. Nəyi? Lokallarını öyrənirik. Gedək görək, lokal şəbəkə ümumiyyətlə nədir? Deməli, deyirik ki, lokal şəbəkə nədir? Hər hansısa bir müəssisə daxilində biz şəbəkə qururuq. Ta ki, bir otaqda və yaxud da bir binada nə edirik? Şəbəkə qururuq və bu şəbəkə üçün bizə nələr lazımdır?
Ə, Kompüterlər, kabellər və s. də əlaqəli qurğular lazımdır. Biz elə sizinlə bu gün onları öyrənirik. Lokal şəbəkənin xüsusiyyəti nədir? Eyni otaq daxilində birləşmiş kompüterlərin ə, şəbək kompüterli şəbəkəsi olduğuna görə ötürülmə sürəti yüksək olur. Və bu ötürülmə sürətində səhvlər az olur. Axı biz deyiriksə, mən sizə məlumat yazanda WhatsApp üzərindən danışırıq. Əslində bunlar nə qədər mərhələlər keçir, düzdürmü? Burada səhvlər də yarana bilər və s. Burada deməli ötürülmə səhvləri çox aşağı olur. Yüksək rabitə kanalları var və şəbəkəyə qoşulmuş kompüterin sayı dəqiq və məhdud olması zəruridir. Yəni artıq biz bilirik ki, informasiya mübadiləsi neçə kompüter arasında olacaq. Dəqiq məlumat. LAN şəbəkəsinin çatışmamazlıqları var. Burada da çatışmamazlıqlar elə əlavə xərclərin olmasıdır. Keyfiyyətli avadanlıqların alınması bunun üçün bir xərcdir. Yaxşı avadanlıq almaq lazımdır. Birləşdirici kabellərin çəkilməsi ikinci xərcdir. Üçüncü, qarət və qutarlar gözləyir. Üçüncü, təhlükəsizliyin təmin olunması var. Sonra uşaqlar, biz indi sizlə dedik axı özümüz üçün bir otağın daxilində lokal şəbəkədən ibarət elə bir şirkət qururuq uşaqlar. Yəni şirkət qurur və istəyir ki, lokal şəbəkə ilə birləşdirsin bunların hər biri. Təbii ki, o şirkət üçün istifadə edəcəyi bir proqram olmalıdır. Və bu proqramın həm əldə olunması var, həm də ki, həmin proqram işçi heyətinə öyrədilməsi əlavə vaxt tələb edir, zaman tələb edir, xərc tələb edir. Bax, bu lokal şəbəkənin çatışmamazlıqlarıdır. Lokal şəbəkədə əsas aparat vasitələri hansıdır? Server, işçi stansiya, şəbəkə kartı və kabellər. Uşaqlar, server nədir? Server böyük kompüterlərdir, bütün məlumat bazası. Təsəvvür edək ki, məsələn, bizim ən çox tanıdığımız şey hansıdır? Kapital Bank var, məsələn. Kapital Bankın nəyi var? Özünün serveri var. Adi biz bankomata yaxınlaşırıq. Bankomat onun işçi stansiyasıdır. Bankomata yaxınlaşdığımız zaman kartı taxırıq. Nə baş verir? Kodu yazmağı var. Əvvəlcə kartın tanınmasını yoxlayır ki, bura məxsusdur yoxsa yox. Gedir serverə məlumat verir o kodların üstündəkini. Server baxır ki, onun bazasında belə bir məlumat var yoxsa yoxdur. Sonra, məsələn, kodu yazmağa başlayırıq, parolu. Yenə parolu gedir, yoxlayır. Əslində bu saniyələr ərzində baş verir, amma görün arxa fonda nə qədər iş gedir. Yenə onu yollayır, server məlumat yollayır ki, bəli, yazdığı parol doğrudursa növbəti mərhələyə keçirik, deyilsə bizi yazır ki, nədir? Parol səhvdir. Bax, yazdığımız zaman nə baş verir? Serverə, baxın, serverlər belə bir kompüterlərdir. Yəni, burada məlumat bazası olur. Böyük məlumat bazaları serverlərdə yığılır. Datalarda yığılır belə. Sonra, deməli, işçi stansiyaları klientlərdir. Biz, baxın, bankomatlar oldu nə? İşçi stansiyası. Sonra şəbəkə kartı nədir? Buna şəbəkə kartına həm də şəbəkə adaptörü da deyə bilərik. Şəbəkə adaptörü, nəysə adaptörü. Bax, şəbəkə kart adaptörü belə bir qrupudur uşaqlar. İngilis dilində buna niche də deyirik. Şəbəkə kartını qoşmaq üçün həm slotdan istifadə edə bilərik, həm portdan. Baxın, biz hal-hazırda məktəbdə falan proyektoru qoşmaq üçün nədən istifadə edirsiniz? Portdan. Port anlayışını öyrənmişik artıq, düzdürmü? Bax, deməli, bunların hər biri həm daxili, həm də xarici olaraq bunlar şəbəkə kartına qoşulmuş olur. Ümumiyyətlə, şəbəkə kartı qurğularla kompüterin əlaqələndirilməsidir deyə bilərik və yaxud da ki, iki kompüterin birləşdirilməsi üçün də istifadə edə bilərik. Şəbəkə kartı, şəbəkə adaptörü eyni anlayışlardır. Sonra kabellər var. Uşaqlar, biz sizlə kabellər öyrənək. Kokasil kabel öyrənəcəyik, kokasil kabel. Sonra burulmuş mis kabel öyrənəcəyik. Hal-hazırda günümüzdə optik lifli kabellər var. Bax, bunlar haqqında danışacaq. Deməli, lokal şəbəkənin əsas aparat vasitələri hansıdır? Server, şəbəkə kartı, işçi stansiyası və kabellər bunun əsas aparat vasitələri oldu. Yəni, burada serverinə, işçi stansiyaya baxaq. Server and klient kompüter. Baxın, birləşməsinə baxaq. Görürsünüz, bir dənə kompüterdir, qıraqlarında server zaten var. Onun bir dənə iki forması var, amma görək, nəsə elə ki, məlumat ötürdüyümü görək.
Görün bu gif necə bir gifdir. Baxın, server bütün həm kompüterlərə neynir? Qurğulara məlumat ötürmək üçün istifadə olunur. Baxın, klient server texnologiyası. Buradan da baxın, buradan da qurğuları qoşulub, kompüteri qoşulub. Əsas baza hardan götürürük? Serverdən götürürük. İndi keçid edirəm digərinə. Sonra şəbəkə adaptörün fərqləri var. Qoşulduğu şinə görə fərqlər ola bilər. Mərtəbə sayına görə, bir də ki, topologiyaya görə fərqli ola bilər. Yəni, bu qurğunun fərqləndirmək üçün də. Sonra rabitə xətləri var. Hava ilə çəkilən var. Pek və kabellə çəkilənlər də var. Deməli, kompüter şəbəkəsinin hansı kabel? İlk burulmuş cüt kabeldir. Yəni, mis naqillərdən ibarətdir. Burulmuş cüt kabellər uşaqlıq, ucluqları, bax, bu qoşulduğu ucluğu adlandırırıq RJ45. RJ45 ucluqlarını siz elə modemdə adətən biz hal-hazırda istifadə edirik, görürük. Modemi qoşmaq üçün istifadə edirik. Oldu mu? 4 cüt, baxın, 4 cüt və 8. Elə bir ki, bir dənə naqildən şey çıxır da, hərəsindən ayrı-ayrı belə şeylər çıxır. Nə deyirsiniz buna? Naqillər çıxır bir dənəsindən. Ona görə adlandırırıq bunu. 4 cüt 8 naqildən ibarətdir. Burulmuş cüt naqillər də deyirik buna. Sonra kokasil kabel var. Bunu nə bilim televizora falan taxılarkən görə bilərsiniz. Ən çox şin topologiyasında istifadə olunur. Kokasil kabel. Bax, bunun özünün də örtücü qatı var. Bu kabeli ötürülməsi çox yüksəkdir, amma qiymət və ölçüsünə görə elə də mənfi cəhəti də belə deyil. Sonra optik lifli kabellər var. Hal-hazırda günümüzdə istifadə olunan. Həm halqada, həm də ki, ulduz topologiyasında istifadə olunur. İşıq siqnalları vasitəsilə ötürülmə olduğuna görə burada informasiyanın ötürülmə sürəti çox sürətli və böyük halda olur. Böyük sürətli ötürülür. Yəni, işıq sürəti ilə ötürülür. Amma bunun bir problemi var ki, hər hansı əgər kabeldə bir problem yaranır ki, zədələnsə, ta ki, ortada bir yerdə, bunun çox xüsusi qurğu lazımdır ki, bunu bərpa etməyə. Bu da bölünür bir modalı, çox modalı. Bir modalı bir düz xət boyunca ötürür. Çox modalı isə bir neçə xət boyunca ötürür məlumatı. Sonra var lokal şəbəkənin topologiyaları. Topologiya kompüter şəbəkədə birləşdirmə sxemidir. Yəni, kompüterləri necə birləşdirək? Necə birləşdirsək daha yaxşı olur. İndi otaqda bayaqlarım dedik ki, Əli şirkət açdı. Bu Əli kompüterləri necə birləşdirsin ki, onun üçün rahat olsun. Əgər Əli bunu şin topologiyası ilə yerinə yetirsə, deməli, Əli üçün bir dənə kabel lazımdır. Digər hər tərəfinə kompüterləri birləşdirəcək. Əli istədiyi vaxt bura yeni bir kompüter qoşa bilər. Bu bunun müsbət halıdır. Firuzun kompüteri sıradan çıxsa, heç bir şey baş verməyəcək. Hələ də işimiz davam edəcək. Sadəcə bura bir dənə terminator qoşarıq ki, heç bir problem yaranmasın. Açıq qaldı axı bura. Torpaqlanması üçün, bağlanması üçün qoyur. Sonra, amma belə bir problemimiz var. Bunun əslində problemi serveri yoxdur. Yəni, mərkəzi serveri yoxdur ki, bütün məlumatlar yığsın bir kompüter, oradan istifadə etsin. Serveri yoxdur. Və bunun şəbəkə kartları, adapterları belə deyək, ucuz başa gəlir. Bir də belə bir problemimiz var. Bu Rənanın kompüteri olsun, bu Ülker olsun, Ülker. Okay, bu burada kim görürəm? Şəlalə. Şəlalə. Bu da Şəlalə. Rəni ilə Şəlalə Ülkərə məlumat yollamaq istəyir. Əslində belə bir qrup var ki, bunu hər dəfə yoxlayırlar ki, belə deyək də, bura boşdur, yoxsa yox. Yollamaq üçün. Amma birdən elə olur ki, Rəyna ilə tam olaraq yaxşı bir şey deyil axı qurulma. Şəlalə eyni anda Ülkərə məlumat yollamaq istəsə nə baş verəcək? Toqquşma, çarpışma baş verdi. Bu zaman bu toqquşmanı adlandırırıq biz kolliziya. Kolliziya siqnalların toqquşmasıdır. Bu zaman nə olur? Sistem sıradan çıxır. Deməli, biz bir kompüterə yalnız bir siqnal ötürmək lazımdır. İkincisi ötürüldüyü zaman bu bunun mənfi cəhdidir. Baxın, indi gəlin bunlara baxaq. Müsbət cəhdi nə oldu? Kompüter sıradan çıxması şəbəkənin işinə təsir etmir. Bəli, biz dedik ki, Firuzun kompüteri sıradan çıxdığı zaman şəbəkə olduğu kimi qalır. Mərkəzi abunetçi yoxdur, yəni vahid serveri yoxdur.
Yeni kompüter rahatlıqla qoşula bilər. Şəbəkə kartları ucuz. Əsas kabel, bax bu ana kabel zərər görsə, nə baş verəcək? Sistemin bütün işi dayandı. Bir də ki, biz dedik ki, ülkə nəşrələrlə dirəyni nəşrələrlə ülkəyə məlumat yollamaq istədi. Onda nə baş verdi? İkisi də kolliziya. Siqnalların toqquşması da burada baş verə bilər. Bu oldu şin topologiyası. Bir xətt boyuncadır. Sağında və solunda kompüterlər paralel şəkildə qoşulur. Sonra keçirəm halqavariyə. Bax, bu halqavaridir. Halqavaridə ötürülmə bir istiqamətlidir. Sual düşəndə ki, bir istiqamətli hansı topologiyada olur? Deyirik ki, halqavaridə. Bu halqavaridə bütün kompüterlər həmişə işlək vəziyyətdə olmalıdır ki, sistemin işi dayanmasın. Bir dənə bu halqada zərər görsə, sistemin bütün işi nə oldu? Dayandı uşaqlar. Ona görə bizə əlavə ikinci kabel lazımdır ki, bu da əlavə təzədən maliyyədir təbii ki, xərcdir. İkinci kabel də lazımdır ki, digərlərinə bir problem olmasın da, yəni bu xəttdə problem olan ikinci kabelə qoşulsunlar. Və bu kompüter, birinci kompüter birdən sönmək istədi, yoruldu tutaq yatıranda. Elə bir şey ola bilməz. Kompüterlər daim işlək vəziyyətdə olmalıdır. Daim işlək vəziyyətdə olmalıdır ki, şəbəkənin işi dayanmasın. İşdir, kompüterin hər hansı biri xarab oldu, o zaman nə olacaq? Şəbəkənin bütün işi dayanacaq, işi pozulacaq. Nəyə görə? Çünki bunlar dairəvi şəkildə birləşdirilir. Bunun üstün cəhəti nədir? Yalnız qonşu, hər bir kompüter yalnız qonşu kabelə bağlıdır. Ta ki, birinci kompüter, üçüncü kompüterə məlumat yollamaq üçün əvvəlcə ki, baxır ki, bu məlumat buna gəlib yoxsa yox, görür ki, özünə gəlməyib, yollayır üçə. Deməli, bunu iki mütləq görür də. Sonra, yenə bunun serveri yoxdur. Ən dayanıqlı texnologiyadır. Burada məlumatın toqquşması olmur. Çünki necə toqquşa bilər? Eyni anda 1-lə 2, 3-ə məlumat yollamır axı. Birin məlumatın əvvəlcə 2 baxır, 2 yollayır 3-ə. Ona görə burada toqquşma baş vermir. Hər bir kompüterə məlumat göndərilməsi üçün də müəyyən bir vaxt verilir. Mənfi cəhətlərində artıq dediyi sıradan çıxarılması daimi işlək vəziyyətdə olmalıdır və 2 kabel çəkilməlidir. Bu oldu halqavari topologiya. Ulduz topologiyası hal-hazırda günümüzdə istifadə olunur. Əgər ortada kompüterdirsə, bu aktiv ulduzdur. Hər hansısa bir qrupusa, məsələn, hub qrupsuzsa, bu pasiv qrupudur. Biz indi sizdən əsas aktiv, mərkəzi qovşaq, yəni mərkəzdə server rolunu oynayan kompüterdən danışırıq. Deməli, mən istədiyim vaxt bura bir kompüter əlavə edə bilərəm, çox rahatlıqla. Burada kompüter sıradan çıxsa, əsas işə təsir edəcək? Yox. Kompüterlər arasında mübadilə sadədir. Bəli, çünki bax, 1 də, 2 də öz arasında mübadilə etmək üçün əvvəlcə bax, bir məlumatı serverə gəlir, server sonra yollayır 2-yə. Şin topologiyasından daha etibarlıdır. Əlbəttə, hər iki həm halqadan, həm də ki, şindən daha etibarlıdır. Hər hansı bir kabel qırılsa, işlək vəziyyətdə qalır. Çünki üçüncü kompüterin sıradan çıxmasının digərlərində nə dəxli var ki? Zaten ikinci kompüter, üçüncü kompüteri görmür. Əsas şey nədir? Serverinə yaradılır. Şəbəkənin etibarlığı mərkəzi qovşaqda yerinə yetirilir. Əgər mərkəzi hissədə problem yaranarsa, bu kompüterdə mərkəzi hissədə problem yaranarsa, nə baş verir? Bütün sistemin bütün işi dayanmış olur uşaqlar. Sistemin bütün işi dayanmış olur. Mərkəzi kompüterdə bir problem yaranırsa. Sonra digər kompüter şəbəkələr, ulduz şinin birləşməsi var. Məsələn, mesh kompüterlər var. Bu, məsələn, bunun bu çox etibarlıdır uşaqlar, amma görürsünüz nə qədər kabeldən istifadə olunub. Nə deyirsiniz buna? Hazırlaması baha başa gəlir deyim. Bakın, ulduz halqa var, yaxud strukturda topologiyaların birləşməsi də var. Bu sizə düşmür. Sonra keçirik qurğularına. Ağılsız hub, ağılsız qurğudur. Baxın, bu kompüter digər kompüterlərə məlumat yollamaq istəyir. Birinci kompüter 2-yə, 3-ə və 4-ə məlumat yollamaq istəyir. Arada hub yerləşsə, bax, burada hub yerləşsə, nə baş verəcək? Birinci kompüter, üçüncü kompüterə məlumat yollasa da hub deyir ki, mən bilmirəm kimə yollamaq istəyir. Ona görə də bütün kompüterlərə məlumatı yollayır. Nəyə görə bilmir? Çünki normalda kompüteri, necə bizim adımız var, Şəlalə, Əli, Əfsanə, Rəna, hər bir kompüterin nə olur? MAC ünvanları olur. Yəni, öz adları olur. Bu, öz adlarına görə kompüteri tanımır. Amma switch tanıyır. Ona görə switchdə kompüter neyinir? Birinci kompüter hansı kompüterə lazımdırsa,
Həmin o kompüterə də məlumatı yollayır. Heç bir problem baş vermir switchdə. Ona görə switchə ağıllı, bu ağılsız qurğu deyirik. Gəlin bir dənə yazaq. Bunu da burada baxaq. Baxın uşaqlar, Hub'un məlumat göndərməsinə baxaq. Bir dənə belə. Görürsünüz Hub məlumatı necə yollayır? Bax, birinci kompüter, tutaq ki, ikinci kompüterə məlumat yollamaq istəyir. Hub bilmir nəyə yollasın, ona görə bütün kompüterlərə nə edir? Həmin məlumatı yollamış olur. Oldu mu Ölkə? Əzbərləmirik. Başa düşdün? Yoxsa bunu bilirdin onsuz. O birisini qarışdırırdın sonra. Sonra switch. Switch'də necə? Sözü səhv yazmadım ki. Tına int unutmuşam çocuklar. Belə bir şeylə baxa bilərik. GIF-ə də baxaq. Başqasına da baxarıq. Baxın. Yollamaq istəyirlər. 3 dənə 2 məlumat yollamaq istəyir. Görək hara yollayacaqlar. Baxın. Hərə öz kompüterini, hansı kompüteri yollamaq istəyirsə ona yollayır. Çünki nəyə görə tanıyır? Ağıllı qurğudur, bir-birini tanıyırlar. Sonra başqa bir GIF-ə baxaq. Baxın, buna baxaq. Belə bayaqki kimidir. Yox, mən buna baxmaq istəmədim. Bayaq baxdığımız GIF-ə baxmaq istəyirdim. Bunun altında var mı? İşte. Neyse bu GIF'e bakak ayıp yok. Hadi soru değil yaptık. Okey. Bakın burada. Eyni şey GIF'in üzerine göstermek istedim ki daha rahat olsun. Görsün. Burada artıq nədir? Switch bilir ki, hansı qurğuya kompüterə məlumat yollamalıdır. Birbaşa ona yolluyoruz. Daha digərlərinə yollamır sizin üçün. Oldu mu? Bu oldu switch. Sonra var bridge. Bridge nədir? Körpüdür. İki dənə alt şəbəkəni birləşdirmək üçün istifadə edir uşaqlar. İki dənə alt şəbəkəni birləşdirmək üçün körpüdən istifadə edirik. Deməli, switch nə edir? Switch şəbəkə nömrələri eyni olan kompüterləri birləşdirir. Şəbəkə nömrələri. Tutaq ki, elə bir ki, biz bir bloka daxil olan nə olur? Məsələn, 9A bloku olur. 9A-da mənzillər olur. 23, 24, nə bilim, 25 də. Görürsünüz, bunların blokun nömrəsi 9A-dır. Daha doğrusu binanın nömrəsi 9A-dır. Mənzillər var. 23, 24, 25 ya da blok da ola bilər, bilmirəm. Mən bina evində yaşamıram, dəqiq bilmirəm. Amma bunu elə mənzil olaraq götürsə, yəni girişi bir dənədir, amma 23, 24, 25. Bunların hamısını tək-tək baxa bilirik. İndi switch'ə baxaq. Switch'də biz deyirik ki, şəbəkə nömrələri eyni olan. Deməli, elə bir ki, bu 9A-nın əvəzinə şəbəkə nömrəsi A olsun. Kompüterlərimiz olsun. Bu olsun. A nöqtə tutaq ki 1. Şəbəkə nömrələri. Hamısı A-dır. Şəbəkə nömrələri A-dır. Bax, bunları birləşdirdi nə? Switch. Şəbəkə nömrələri eyni olan kompüterləri birləşdirir. Bridge isə körpüdür. Şəbəkə nömrələri
Switch. Deməli, switch bu şəbəkə nömrələri eyni olan kompüterləri birləşdirdi. Uşaqlar, ikinci bir dənə də bura switch yazıram, switch. Və buradan yenə şəbəkə nömrələri olsun 3, ta ki bu da olsun 4. Şəbəkə nömrələri eyni olan 2 dənə switch. 2 dənə switchi birləşdirmək üçün biz istifadə edirik bridge-dən. Bridge. Bridge nədir? Körpü. Deməli, alt şəbəkələri ayırdıq, düzdür, switch vasitəsilə. Bunları birləşdirdik nə ilə? Bridge vasitəsilə birləşdirdik. O zaman deyə bilərik ki, eyni şəbəkələri bridge birləşdirir. Amma switch şəbəkə nömrəsi eyni olan qrupları birləşdirir. Bunu belə deyə bilərik. Bunlar çünki kompüterləri daxil birləşdirdi. Amma bu ikisi ayrı-ayrı şəbəkələr oldu. Gəlin bir dənə bunun şeyinə baxaq. Bir dənə bunun birləşməsinə baxaq. Hə, baxaq. Bunu bir dənə GIF-də yazın. Görüm GIF formatı var mı? Hə. Baxın, bu bir itkidir. 2 dənə nəyi birləşdirir? Ay, etmək istəmirdim. Baxın. Bir itki vasitəsilə bunlar nə olur? Birləşmiş olur. Baxın, buradadır. Bir itki vasitəsilə serverdə məlumat gəlir, ayrı-ayrı şəbəkələrə bir itki bunlar nə edir? Məlumatı paylayır. Deməli, şəbəkə nömrəsi eyni olan şəbəkələri birləşdirir. Burada da nə yazmışıq? Şəbəkəni alt şəbəkəyə ayırır. 2 dənə switch ayırdıq. Bax. Kiçik şəbəkəni white halda birləşdirir. Makromanlara görə işləyir. Müxtəlif topologiyalı, yəni lakin eyni protokollu 2 və daha çox lokal şəbəkəni əlaqələndirən aparat proqram təminatlı qrupudur. Bunu necə yadınızda saxlayırsınız? Görürsünüz, E hərfi. Müxtəlif topologiyalı, eyni protokollu. Marşrutlayıcı routerdur. Router artıq təsəvvür edək ki, artıq bu brizgələri birləşdirmək üçün istifadə edilir. Məlumatları deməli ən sərfəli IP ünvanına görə yerləşdirir. Müxtəlif topologiyalı, müxtəlif protokollu şəbəkələri əlaqələndirir. Gəlin bir dənə router'a da baxaq. Router bizə həm də ki, uşaqlar, bir növ internetə çıxışı da əlavə verir ki, biz internetə nə edirik? Qlobal şəbəkəyə çıxışı verir. Fərqli şəbəkələri birləşdirmək üçün istifadə edirik biz routerda. Router sözü yazmaq yadımdan çıxdı. Router. Belə idi, səhv etmirəmsə. Router'a baxaq. Ən yaxşısı elə budur deyirsən. Baxın. Günümüzdə də routerdan istifadə edirik. Baxın, router vasitəsilə məlumatlar, həm şəbəkələr arasındakı məlumatları biz eləyə bilirik. Görürsünüz, biri şindir, biri ulduzdur, biri halqavar topologiya ilə qurulub bu lokal şəbəkələr router vasitəsilə birləşir. Həm də ki, router vasitəsilə biz digər şəbəkələrə çıxış əldə edirik. Bir şəbəkədən başqa, yəni lokal şəbəkə deyil hal-hazırda, qlobal şəbəkəyə çıxışı da router vasitəsilə əldə edirik. Router vasitəsilə. Cifi var mı bunların? Baxın burada. İnternetə qoşulmaq üçün bunlar router vasitəsilə qlobal şəbəkəyə keçid edə bilirik. Sonra əsas bunları idi. Zaten router vasitəsilə 2 dənə fərqli serveri IP adresləri görürsünüz, fərqli də birləşdirdik. Modem var. Telefon xətti vasitəsilə ötürməyə imkan verir. Modem haqqında sizinlə biz çox danışmışıq.
Analogdan rəqəmsala, rəqəmsaldan analoqa çevirmək üçün vurğudur. Rəqəmsaldan analoqa çevrilməsi dekodlaşdırmadır. Analogdan rəqəmsala çevrilməsi kodlaşdırılma adlanır. Sonra şülüz var. İki müxtəlif kompüter şəbəkəsi arasında əlaqə yaratmağa icazə verir. Müxtəlif topologiyalı, eyni protokollu şəbəkələri əlaqələndirir. Daxil və xarici şülüzlər də var bu arada. Bizə düşürmü? Yox. Şülüzdə eyni, topologiya eynidir, protokol müxtəlifdir. Sonra kontektor var, nazik kabelli şəbəkə kartını birləşdirən kabel başlığıdır. Repeater var, bu repeaterdə baxar. Bu necə işləyir? Baxın, bu necə işləyir? Baxın, ən yaxşısı ilə budur. Baxın, məlumat gəlir, tutaq ki, gəlir azalır, repeater o məlumatı təzədən yığır, bir də eyni sürətlə eyni ötürür. Baxın, belə də deyə bilərəm. Bir dənə xətt boyunca A məntəqəsindən B məntəqəsinə məlumat yollayırıq. 150 metr uzun məsafədə gəlib çatmayacaq, siqnal bir yerdə dayanacaq. Biz bura repeater ona qoyuruq ki, tutaq ki, bu 70 metr gəldi, 70 metr gəldi. 70 metr gəldikdən sonra məlumatı yığır və eyni sürətlə, ilk dəfə necə sürətlə gedirsə, eyni sürətlə B məntəqəsinə yola salır. Bax, bu da onu bildirir. Gəlir, məlumat azaldır, repeater məlumatı toplayır, bir də təzədən eyni sürətlə verir, yollayır. Sonra transceiver var. Yoğun koksik kabelləri qoşmaq üçün istifadə olunur. RJ45 ucluqları da ki, biz bayaqlarım dedik ki, şəbəkələri əlaqələndirmək üçün istifadə olunur. Klient server texnologiyası var. Klient server əsasıdır. Klient hansı oldu? Bayaq dedik ki, işçi stansiyaları oldu. Haqqında danışdıq. Sonra lokal kompüter şəbəkəsinin texnologiyaları var. Ethernet, arxitektura da bu Ethernetdir. Sonra FTD-dir, tokenringdir, Archinetdir, 100 vegan var. Ethernet harda istifadə olunur uşaqlar? Şin topologiyasında istifadə olunur, koaksiyal kabeldən istifadə olunur. FTD halqa var idi. Görürsünüz, FTD bu qurulmasıdır. Yəni qurulmasında nədən istifadə olunur? Bu arxitekturadan. FTD halqa var. Görürsünüz, D-lər hərfi, D hərflər yumrudur, halqa. Token ring, ring nədir? Üzük deməlidir. Halqa da istifadə olunur. Archinet ulduzda istifadə olunur, 100 vegan da geniş ulduzda istifadə olunur. Baxın, burada da qeyd edir. Ethernetdə şin topologiyasıdır. FTD ringdən istifadə olunuldu, halqa var idi. Sonra OSI modeli var. Bir dənə OSI modeli haqqında danışaq. Bir balaca. Uşaqlar, OSI modeli nədir? Opşi internet, bax, opşi internet bizə OSI modelini verir. Yəni, qayda qanunların toplanması OSI modelinin içərisində olur. Bax, bu olur OSI modelidir. Fərqli Microsoft şirkəti var, tutaq ki, Apple var, nə bilim, başqa nə var? Samsung şirkəti var. Bax, bunlar bir-birinə məlumatı necə yerir? Bax, opşi internet. OSI model də elə bil ki, bu internetdə istifadə etdiyimiz qayda qanunlardır bizdə. Bax, biz buradan bura məlumat yollamaq istəyirəm, mətn yollamaq istəyirəm, fayl yollamaq istəyirəm. Nə edirəm? Əvvəlcə OSI modelinə yollayıram. Burada o həmin məlumatı özünə uyğun şəkildə belə deyək, şifrələyir məlumatı. Sonra tutaq ki, Apple telefonuna yollayıram belə bir şey. OSI modeli opşi qayda qanunu. Baxın, opşi interneti idarə edilməsi bizdə OSI. OSI etalon bir modeldir. Səviyyələri var, hansılardır? Tətbiq səviyyəsi var, tətbiqi səviyyəsi var. Burada bizim datalarımız yerləşir, data. Sonra var təqdimat səviyyəsi. Təqdimat səviyyəsində uşaqlar, burada var idi, gəlin buradan. Tətbiq səviyyəsində bizim verilənlərimizin data formasında təqdim olunur. Data formasında. Baxın, datalarımız yerləşir burada bizim. Sonra tətbiq səviyyəsində protokollardan istifadə olunur. Hansı STP-dir, POP3-dür, məlumatları nə idi bu? Göndərmək, məktubun alınması, FTP, faylların göndərilməsi. Bax, bu protokollar tətbiqdə istifadə olunur. Nümayiş səviyyəsində uşaqlar bizim formatı müəyyən olur. Yəni, mənim məlumatım PDF-dir, şəkildir, nədir? Bax, bu formatı müəyyən olur. Və bu format nümayiş səviyyəsində bu şeylər şifrələnir, sıxlaşdırılır. Çünki mənim məlumatım çox böyük ola bilər. Bunu daha azaldıram, balacalaşdırıram. Ta ki, 5 kilobaytdır, atıram, eləyirəm 5 bayt. Bax, bunu sıxlaşdırıram ki, daha rahat yollaya bilim. Bunu eləyirəm nümayiş səviyyəsində. Seans səviyyəsində ötürülmə mühitidir. Elə bir ki, bu aşağı ilə yuxarı arasında seans səviyyəsi bizə diyaloq yaradır. Nəqliyyat səviyyəsində məlumatlarımız nəqliyyat səviyyəsində nə baş verir? Hara aparacağı nəqliyyat. Tutaq ki, biz harasa getmək üçün avtobuslu, taksidir, nə bilim, samolyotdan istifadə edirik. Bax, bu nəqliyyat səviyyəsində də
Hansı nəqliyyat vasitəsindən istifadə edəcəyi elə bil ki, axtarılır da, belə deyək, ötürülür. Nəqliyyat səviyyəsində deməli bizim məlumatımız balaca-balaca hissələrə bölür, kiçik-kiçik və nəqliyyatımız nə olur? Nəqliyyat təyin olunur. Şəbəkədə. Baxın, yolu nəqliyyat səviyyəsində şey olur, nə deyirsiniz? Hansı nəqliyyatla, trafik deyirəm ki, avtobusla gedəcək. Həmin nəqliyyatımız təyin olunur. Şəbəkədə isə hansı yolla gedəcəyimiz məlum olur, yolla gedəcəyimiz məlum olur. Tamam mı? Sonra bu ki, bayaq məlumatları belə-belə bölmüşdük, kiçik-kiçik bu məlumatların hər birinə ayrı-ayrı IP adreslər təyin olunur ki, bu məlumat kimə çatacaq? Əliyə çatacaq, Ülkərə çatacaq, Firuza çatacaq. Bizim bu yazdığımız internet üzərində danışdıqlarımız bu qədər şey gedir. Hər bir məlumat ayrı-ayrı IP adreslər təyin olunur. IP adreslər hərəsi fərqli yolla göndərilə bilər. Əsas odur ki, sonunda birləşirlər. Sonra bax, router var idi. Bax, router şəbəkəsi, bax, burada router burada öz işini görməyə başlayır. Sonra kanal səviyyəsində burada artıq səhvlərə baxılır, baytlar ardıcılığı ilə şey olur. Bax, kanal səviyyəsində switchdən istifadə edilir. Bridge switchdən istifadə olunur. Hər ikisində həm kanalda, həm fizikdə TCP və IP-də istifadə olunur. Bax, fiziki səviyyədə artıq o kabelə düşür ki, məlumat axtarmaq istəyirsiniz, sonra düşsün. Baxın, bu fiziki səviyyədir. Aşağıdan yuxarı gedirdi. Artıq məlumat hara düşüb? Kabellərə düşüb. Məlumat hansı kabeldədir göstərir. Kanal səviyyəsidir bu. Kanal səviyyəsində nə baş verdi? Routerlar filan icra olundu. Sonra şəbəkə səviyyəsində IP adreslər təyin olundu. Məlumatların hər birinə IP adresləri qeyd olundu. Nəqliyyat səviyyəsində görürsünüz, avtobusu seçdik, məlumatları yollayıram, amma yola düşmür. Yola düşür harada? Şəbəkə səviyyəsində. Sonra seans səviyyəsində artıq aralarındakı elə ki, bu yuxarı ilə aşağı səviyyəni seans birləşdirirdi. Bir növ yola düşmədi. Nümayiş səviyyəsində nə olur artıq? Biz baxırıq, tətbiq səviyyəsində də icra olunur. Oldu mu? Bu oldu bizim lokal şəbəkəmiz. Lokal şəbəkəmiz. Dəqiqə.